Buyurun, bizim qəhrəman qazilərimiz, veteranlarımız. Allah sizə can sağlığı versin. Torpaqlarımızın azadlığı uğrunda öz canlarını qurban verən Allah şəhidlərimizi rəhmət eləsin. Allah qazilərimizə can sağlığı versin. 20 yanvar bu günləri həqiqətən də elə müstəqilliyin demokratik günlərindən biri. Bu gün həqiqətən elə bəlkə də hər 20 yanvar 90-cı il bundan da soyuqdu yadımdadır. O cəmaət ki, canım qurban verir, vətənin azadlığı uğrunda, bizim firavan yaşamağımız uğrunda Allah cəm şəhərlərimizə rəhmət eləsin. Amin. Başta şəxsən 20 yanvar həyatları olmalı. Bu gün yoldaşlar ziyarətdən gedənlər gedir, gələnlər gəlir. Yəqin ki, bu gün elə axın axşamacan da olmasa, gün ortayacan olacaq. Allah sizlərə də can sağlığı versin. Allah millətimizi, ordumuzu, dövlətimizi, xalqımızı korusun. Allah sizlərə də can sağlığı versin ki, nə yaxşı ki varsınız, ziyarət edirik. Ziyarət edilirsə deməli şəhidlərimizə yaşayır. Cəmi şəhidlərimizə Allah rəhmət eləsin. Amin. Allah rəhmət eləsin. Doğrudan da 20 yanvar faciəsi bu faciə ilə böyük. Azərbaycan Respublikasının müstəqilliyi ilə bağlı insanlar əli yalın Rus imperiyasının qarşısına çıxdı. Qanı bahasına Azərbaycanın müstəqilliyini bərpa etdilər. Allah şəhidlərimizi rəhmət eləsin. Allah rəhmət eləsin. Allah şəhidlərimizə. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Allah bütün şəhidlərə rəhmət eləsin. Allah valideynlərinə səbir versin. Biz də milli qəhrəmanın adına yaşadan mübarizlər cəmiyyəti olaraq bugünkü gündə öz canların qurban verən şəhidlərimizə Allah rəhmət olsun deyirik. Sizlərə can sağlığı diləyirik. Bəli, nə yaxşı ki varsınız. Gələcək nəslə bir örnəksiniz. Elə bu gün elə demək olar ki, həqiqətən zəhməti olanların əksəriyyəti buradadır. Həm mübarizlər cəmiyyəti, həm Azərbaycan Vətən Müharibəsi İctimai Birliyinin Birləşmiş Şöbəsi başdan ayağa qış geyimində ziyarətə gəlmişlər. Allah hər birini qorusun, hər birini Allah can sağlığı sizlə var. Sağ olun, var olun. Allah razı olsun. Allah köməyin olsun. Məlumat üçün qeyd edək ki, biz milli qəhrəman Mübariz İbrahimovun adını yaşadan bir mübarizlər cəmiyyəti olaraq bugün Ləsvar rayonunda 1990-cı ildə 20 yanvar faciəsi şəhidlərimizi ziyarət etməyə gəlmişik. Allah cəmi şəhidlərimizin rəhmət eləsin. Allah dövlətimizi qorusun. Allah suveren ordumuzu qorusun. Bu yağışlı günlərdə bizi sərhəddə koruyan əsgərlərimizi qorusun. Amin. Ben de sizin duanızı buluşuyorum. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Qalanlarına da can sağlığı. Qazilərimizə də can sağlığı versin. Biz de çok üzgün çəkdik. Şəhidimiz çok oldu. Ama torpağımızı bütövləşəndə insan için çok büyük gurur verici ki bizim bütün torpaqlarımıza qovuşdu ve həmin ərazilərdə də bugün də inşallah həmin qaçqın köçkün ailələr öz vətəninə köçürlər. Çox sevgili Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Qeyd edim ki, Nahid İbişov da şəhidimiz İlham İbişovun qardaşıdır. 1-ci Qarabağ müharibəsində. Allah cəm şəhidlərimizi rəhmət eləsin. Və qarşıda da 1-ci və 2-ci Qarabağ şəhidlərimizi ziyarətgahıdır. Allah rəhmət eləsin. Mən ziyarətdə olmuşam sizdə, 3 dəfə ziyarətdə olmuşam. Allah rəhmət eləsin. Mən bu yaxında Sadiyev Vüqarın qardaşı. Sadiyev şəhid qardaş. Mən bu yaxında Neftçala rayonunun deməli bir kəndi var idi. Orada idim. Bizim Sadiyev şəhidimiz Vüqarla Əlbisi yoldaşı, onun qəhrəmanlığından danışırdı atası və qardaşı da ondan bir yerdə buluşub. Bir qardaş qazidir, bir qardaş şəhiddir. Mən orada da çəkilişdə olmuşam. Cəmiyyətimizin fəxri diplomunu təqdim eləmişəm o ailə və oradan da sizə zəng vurdum. Mesela telefon bağlı oldu, danışa bilməsəm də, amma yəni ki, bizim Mübarizlər Cəmiyyətinin YouTube kanalında olan çəkilişlərimizi orada göstərdim, qeyd edirəm. Allah rəhmət eləsin.